Salam əziz Cəlilabadlılar. Cəlilabadın Meyit Hüseyn küçəsində Dostluq Şahısar rayonu və Mərkəzi Xəstəxananın yaxınlığında 2 mərtəbə binanın 2-ci mərtəbəsində kirayə və evdə satılır, həm də ona nəzər çatdırın. Kirayənin qiyməti 300 manatdır, satış isə 53.000 manatdır, razılaşma olacaq. Ümumi 4 otaqdır, amma Radnoy sənədlə 3 otaqdır. Hal-hazırda kirayə verir, sonra satışa çıxaracaq. Birinci otağımızı təqdim edir izləyicilərə ətraflı. Bura bir yataq otağı. Bura ikinci yataq otağı. Altdan işıqdan biri yanır. Həm sport işıqlardır, həm gizli işıqlardır. Keçirik salon hissəmizə. Burada salon hissəmizin qonaq otağımızdır, remontludur. Və o artırmaya buradan da daxil olmaq olur. Görürsünüz, buradan keçid eləmək olur və mətbəx hissədən keçid eləmək olur. Keçək mətbəx hissəmizə izləyicə təqdim edək və mətbəx hissəmizi təqdim edərkən yol üstü sanitari qovşağımızı təqdim edirik izləyicilərə. Sanitari qovşağını izləyirik, keçirik. Hamamı təqdim edirik. İstilik sistemi Aristondur və evin istilik sistemi isə İran sobası. Bura isə mətbəx hissəmizdə hər bir şəraiti var. Evdə bir dənə çatışmayan elektronik əşyalardan televizorda, paltaryon, soyuducu, kondisioner, Wi-Fi, hər bir şey var. Burada əlavə artırma otaq. Dediyimiz kimi ev həm satılır, həm kirayə verir. Satış qiyməti 53.000 manat, kirayə qiyməti 300 manat. Ümumi 4 otaqdır, biri artırma ilə 4 sayılır. Amma Radnoy 3 otaqdır. Kim istəyirsə 050 629 67 57 kommunalları qaydasındadır. Diqqətiniz üçün minnətdaram.